Salam uşaqlar. Bugün 8-ci sinif fizika iş dəftərindən sualların izahına baxarıq. Səhifə 3-dən 12-yə kimi çalışacağam. Bugün testlərin izahını eləyək. Deməli, birinci sualda deyir ki, boşluqları doldurun. Cisimlər arasındakı qarşılıqlı təsir edən fiziki qiyməti biz bilirik ki, qüvvə adlanır. Deməli, birinci yerimizə deyəcəyik qüvvə. İkinci yerə baxaq. Qüvvə vektorunun başlanğıcı qüvvənin tətbiq nöqtəsi. Tətbiq nöqtəsi. Tətbiq nöqtəsi verir. Uzunluğu qüvvənin həm qiyməti deyə bilərik, həm də böyüklüyü. Qiyməti yazaq. Qiyməti. Dördüncü yerə. İstiqaməti isə qüvvənin istiqamətini göstərir. İstiqamətini göstərir. Qüvvə cismin formasını, hərəkət istiqamətini və sürətinin dəyişməsinə səbəb ola bilər. Formasını, yəni 5-ci yerdə deyirik formasını, hərəkət istiqamətinin və 6-cıya sürətini dəyişməsinə səbəb olar. Forması məsəl üçün bir kağız olsun, kağız parçası. Biz buna əlimizlə bir sıxsaq əzilir. Yəni formasını bir qüvvə tətbiq etməklə hər hansı bir cismin xəttkeş olsun əyə bilirik. İkinci suala baxırıq. İkinci sualda şəkillər verilib və 4 dənə qüvvə var, ona uyğunlaşdıraq. Baxaq birinci A bəndindən. Deməli, ipdə yaradan qüvvəyə biz deyirik ki, gərilmə qüvvəsi və gərilmə qüvvəsi T hərfi ilə işarə olunur. Yəni, A gedir 4-ə, gərilmə qüvvəsi. İkinci şəkilə baxırıq ki, dayaq üzərindədir. Biz bilirik ki, dayaq üzərində reaksiya qüvvəsi, N reaksiya qüvvəsidir. B gedir 3-ə. Üçüncüdə isə elastiklik qüvvəsidir. Yayda yaranan qüvvələrə elastiklik qüvvəsi 2-yə gedir C. Axırıncı, sonuncu isə D variantında görürük ki, cisimlər yerə düşür. Bu da ağırlıq qüvvəsinə uyğundur. Üçüncü sualımıza baxaq. Deyir ki, şəkildəki cisimə təsir edən Arximed qüvvəsi 2,5-dir. Ona təsir edən ağırlıq qüvvəsini tapın. Biz görürük ki, dinamometrlə cismi suyun içərisinə salıblar. Biz belə bir şərt demişik. Deyir ki, cismin mayyədəki çəkisi havadakı çəkisindən Arximed qədər azdır. Təkrarlayıram. Cismin mayyədəki çəkisi havadakı çəkisindən Arximed qədər azdır. Bizə Arximed 2,5 verir və bir də mayyədəki çəkisini verir. Mayyədəki çəkisinə bir dənə fikir versək 1,5-dir. Deməli, mayyədəki çəkisi 1,5 bərabərdir. Ona təsir edən ağırlıq qüvvəsini istəyir. Yəni, havadakı çəkisini istəyir. P0 çıxılsın. Arximed qüvvəsi də 2,5. Buradan da P0 bərabərdir. Deməli, neçədir? 4 Newton. Düzmü tapdıq? Bəli, cavab 4 Newton. Dördüncü sualda şəkil verirdi və bu şəkillə deyir ki, diaqramda təsvir olunmuş qüvvələr hansı qüvvələrdir? Cavabınızı əsaslandırın. Əgər fikir versək, bu qüvvələr hər ikisi əks istiqamətə yönəlir və külləri göstərir. Küllər yəni yükləri. Deməli, bu elektrik yükü ilə yüklənmişdir. Deməli, bu zaman elektriklə həm itələmə var, həm də cəzb etmə var. Bu isə eyni yük olduğundan elektriklə itələmə qüvvəsidir. Eyni işarəli yüklər bir-birini itələyir. Ona görə də bu qüvvələrin vektorları əks yönəlmişdir. Deməli, 5-ci suala baxırıq. Bir-bir oxuyaq. Cisimlərin yer tərəfindən cəzb olması nəticəsində yaranır. Biz bilir ki, bu Arximed qüvvəsinə aiddir. Bir cismin hər hansı səthə toxunaraq hərəkət etdikdə həmin cismə hərəkətin əksinə yönələn qüvvəyə sürtünmə qüvvəsi deyilir. Cismin hər hansı səthə təsir etdikdə həmin səth də cismə təsir edir və perpendikulyar yönəlir. Bu, dayağın reaksiya qüvvəsidir. Elastikin yayın dartılması və ya sıxılması bu elastiklik qüvvəsidir. Gəldik bura. Maye və qazlarda biz bilirik ki, həmişə Arximed qüvvəsi var. Maye və qazlarda Arximed. Cisimdə ip və ya troslarda isə gərilmə qüvvəsi bərabərdir. 6-cı suala baxırıq. Gündəlik həyatımızda rast gəlinən müxtəlif qüvvələrə nümunə.
Hər hansı bir nümunəni deyə bilərik. Məsəl üçün, birinə deyək, əlimizdən hər hansı bir əşyanın yerə düşməsi bu ağırlıq qüvvəsinə uyğun gəlir. Onu özünüz də yazarsınız da. Əlimizdəki əşyaların belə yazmışıq, səliqəli olsun. Deməli, A-ya yazıram. Əşyanın yerə düşməsi, qısa yazaq, əşyanın yerə düşməsi. B-yə yaza bilərik. Avtomobillərin hərəkəti sürtünmə qüvvəsinə, dartı qüvvəsinə misal ola bilər. Yəni avtomobilin hərəkəti deyəndə avtomobilin təkərlərinin hərəkəti sürtünmə qüvvəsinə misal ola bilər. Gəmilərin üzməsi bu Arximed qüvvəsinə, gəmilərin üzməsi bu Arximed qüvvəsinə misal ola bilər. Sonuncu isə deyidik. D-də isə pəncərənin açılması, qapının örtülməsi, tutacaq. Bu da qüvvədir də. Bunu keçəcəyik inşallah. Deməli, linklərdə. Pəncərələrin açılması. Yəni, müəyyən bir qüvvə təsir edib pəncərəni açırıq. Bu da həyatda baş verən nümunələr. 7-ci suala baxırıq. 7-ci sualda nə deyir bizə? Şəkildə cismə 4 qüvvə təsir edir. Onları şəkil üzərində göstər və adlarını yazın. Görürük ki, bir uşaq bu yükü dartır. Bax, dartır deyirəmsə, bu dartı qüvvəsi. F dartı qüvvəsi. Mən bu cismi dartıramsa, deməli, əksinə bir sürtünmə qüvvəsi yaranır. Bu, hər hansı bir səth üzərindədir. Onda bu ağırlıq qüvvəsi. Ağırlıq qüvvəsi cismin mərkəzindən yerin mərkəzinə doğru yönəlir. Ağırlıq qüvvəsi. Və dayaq üzərində də dayağın reaksiya qüvvəsi. İndi bir-bir deyək. Deməli, nə oldu? Birinci oldu dartı. Deməli, birinci oldu dartı. İkinci oldu sürtünmə. Sonra reaksiya, dayağın reaksiya qüvvəsi və ağırlıq qüvvəsi. 8-ci suala baxaq. Verilmiş qüvvələrdən hansılar toxunma olmadan təsir edir? Yəni, toxunma olmasa da təsir edir. Bax, deyək, sürtünmə qüvvəsi. Sürtünmə qüvvəsi mütləq iki cisimlər bir-birinə toxunmalıdır. Yəni, toxunma olmadan ola bilməz. Sonra gəlirik reaksiya qüvvəsi. Reaksiya qüvvəsi də dayaq olmalıdır ki, bu reaksiya qüvvəsi yaransın. Ola bilməz burada. Sonra Arximed qüvvəsi. Arximed qüvvəsi dedi ki, mayelərdə, maye və qazlarda. Yəni, toxunma olmalıdır. Bir cisim mayeyə batırılmalıdır ki, bu zaman bu qüvvə yaransın. Ona görə bu da olmaz. Cavabımız qalır. Ağırlıq qüvvəsi, əlimizdən hər hansı bir cismin yerə düşməsi, elektrik qüvvəsi və maqnit qüvvəsi. Toxunma olmadan da bu qüvvələr yarana bilər. İki qüvvənin bərabər olması üçün hansı şərt ödənməlidir? Deməli, yazmalıyıq ki, həm ədədi qiymətcə, həm ədədi qiymətcə həm də istiqamətcə bərabər olmalıdır. Həm də istiqamətcə bərabər olmalıdır. Bərabər olmalıdır. İndi 9-cu suala biraz da izah vereyim. Məsəl üçün, iki qüvvədir. Bax, görürsünüz, yəni ölçüləri eynidir, istiqamətləri də eynidir. Məsəl üçün, biri 2 Newton, digəri də 2 Newton. Bu qüvvələr bərabərdir. Amma buna əks olaraq bir dənə belə bir qüvvə yazsam və buna da 2 Newton yazsam, artıq bu qüvvələr bərabər qüvvələr sayılmır. Bu qüvvələr qiymətcə bərabər, ancaq mənfisinlə bir-birinə bərabər. Çünki əksdir. Və yaxud da başqa birini deyək, bax, bu olsun, bir dənə də belə bir qüvvə olsun. Biz bunun ədədi qiymətini görürük ki, uzunluğunu demişdi, birinci sualdaydı, səhv eləmirəmsə, uzunluğu, böyüklüyü ilə onun qiymətinə bərabərdir. Yəni, mən buna bir F desəm, məcburam ki, mən buna 2F deyəm. Çünki 2 dəfə böyükdür. Yəni, bir-birinə bərabərdir. Bərabər olması üçün həm uzunluqları, həm də istiqamətləri eyni olmalıdır. Yəni, bir-birinə paralel köçürsəm,
mən bunları bir-birinə paralel köçürsəm, bir dəqiqə, paralel bunları üst-üstə köçürsəm, eyni qüvvə alınır. Ona görə buna deyirik ki, bunlar bir-birinə bərabərdir. Deməli, şərtimiz nə olmalıdır? Eyni istiqamətə həm ədədi, həm qiymətcə bərabər olmalıdır. 10-cu sualda qüvvənin vahidini əsas vahidlərlə qüvvə biz bilirik ki, Newtondur. Newton bərabərdir MA-dır. Yəni, kiloqram vurulsun, metr bölünsün saniyənin kvadratı. Sonraki sualımıza baxaq. Qüvvə diaqramı nə üçündür? Deməli, cismin üzərinə tətbiq edən qüvvələri aydın görmək üçün, təkrarlayıram, cismin üzərinə tətbiq edən qüvvələri aydın görmək üçün hansı qüvvələr təsir edir, istiqamətini, qiymətini və tətbiq nöqtəsini bilmək üçün. Deməli, biz hər hansı bir cisimdir, buna qüvvəni tətbiq edirlər və biz bunları qıraqda qüvvələrin istiqamətini dəqiq göstərməkdə məqsədimiz odur ki, biz bunların qiymətini, istiqamətini və tətbiq nöqtəsini görək ki, necə hərəkət edir. Əvəzləyici qüvvə nəyə deyilir? Əvəzləyici qüvvə nədir? Biz bilirik ki, bir cismə bir yox, bir neçə qüvvə təsir edirsə, bu qüvvələrin əvəzləyicisi tapılır. Yəni, bu zaman buna əvəzləyici qüvvə deyilir. Cismə bir yox, bir neçə qüvvə təsir edərsə, bu zaman əvəzləyici qüvvə ortaya çıxır. Üçüncü suala baxırıq. Şəkildə uzanmayan nazik iplə birləşdirilmiş A və B tircikləri təsvir olunub. Tirciklərə sürtünmə qüvvələrinin də təsir etdiyini nəzərə alaraq hər bir tirciyin üçün qüvvə diaqramını çəkək. Deməli, hər biri üçün ayrı-ayrılıqda çəkməliyik. Bu olsun bizim B cismimiz. Bu isə olsun A cismimiz. İndi bunlara nə? Əvvəlcə A cisminə görürəm ki, bir dənə F qüvvəsi təsir edir. Yazıram F. Və bunlar ortadan iplə bağlandığına görə biz bilirik ki, ip həmişə dartır. Onu da deyərəm, dartır. Niyə dartır? İp itələmir, ancaq dartır və burada da gərilmə qüvvəsi var. Deməli, ayrı-ayrılıqda çəkək. Onda burada bir gərilmə, həmin gərilmədən B-də də var. B-dən amma dartan qüvvə yoxdur və bizə də deyirdi, sürtünmə qüvvəsi var. Hər ikisi bu F qüvvəsi ilə dartırsa sağa, deməli, hər ikisində sola bir F sürtünməsi olmalıdır. Hər ikisində F sürtünməsi. Başqa da nə təsir edir? Dayaq üzərindədir. Dayaq üzərində olduğuna görə bir reaksiya qüvvələri var hər ikisinin. Bütün qüvvələri təsvir edin. Bir dəqiqə qüvvəni təsvir etdiyi nəzərə alaraq hər bir tircinin qüvvə. Bəli, bir dənə də hər ikisinin reaksiya qüvvəsini çəkək. Sadəcə olaraq qüvvələri göstərin deyə. Və hər ikisinin də mərkəzindən aşağı ağırlıq qüvvəsi var. Bir dənə fərqli olan oldu ki, A ilə B-də. A-da dartı qüvvəsi var, B-də isə yalnızca gərilmə qüvvəsi var. Fərqi bir dənə onda oldu. 4-cü suala baxırıq. Masa üzərində sükunətdə olan kitaba təsir edən qüvvələrin əvəzləyicisi nəyə bərabərdir? Bir dənə diqqət edək, sükunətdə olan qüvvələrin diaqramını çəkərək cavabınızı əsaslandırın. Qüvvələri elə şəklin üstündə göstərək. Bu cismə biz bilirik ki, mərkəzdən aşağıya doğru ağırlıq qüvvəsi təsir edir. Və bu cisim dayaq üzərində olduğundan da reaksiya qüvvəsi təsir edir. Və burada sükunətdə olduğuna görə reaksiya qüvvəsi ağırlıq qüvvəsinə bərabərdir. Yəni, əvəzləyici qüvvə sıfıra bərabərdir ki, bu cisim sükunətdə qalmışdır. Baxıram. Şəkildə uzanmayan, nazik ipdən asılmış cisim təsvir olunmuşdur. Ona təsir edən qüvvə diaqramını çəkin və əvəzləyicini göstərin. Biz nə deyir bizə? Sadəcə olaraq ipə baxırıq, cismə baxırıq, nə aşağı düşür, nə yuxarı. Yəni, bu cisim də sükunətdədir. Sükunətdədirsə, ipdə yaradan qüvvəyə biz dedik gərilmə qüvvəsi, T gərilmə və aşağı cismin mərkəzindən yerin mərkəzinə doğru yönələn ağırlıq qüvvəsi F ağırlıq. Bu cisimdə sükunətdə olduğundan T gərilmə qüvvəsi F ağırlıq qüvvəsinə bərabərdir. Əvəzləyici qüvvəni tap deyir. Onda əvəzləyici qüvvə bərabərdir 0. Niyə 0? Biz bilirik ki, qüvvələri tapmaq üçün əks istiqamətə yönəlir. Bir-birindən çıxırıq. Cavab 0.
6-cı suala baxırıq. Şəkildə maye daxilində sükunətdə olan cisim təsvir olunmuşdur. Deməli, maye daxildədir və sükunətdədir. Diaqramlar, qüvvələri çəkək bir dəqiqə. Cismin mərkəzindən yerin mərkəzinə ağırlıq qüvvəsi, dayaq üzərinə düşübdür bu cisim. Reaksiya qüvvəsi N və bu cisim mayedə olduğundan bir də buna əlavə Arximed qüvvəsi təsir edir. Və bizə nə deyir? Cisim sükunətdədir. Sükunətdədir. Deməli, yuxarı yönələn qüvvələrlə aşağı yönələn qüvvələr bərabərdir. Yuxarı nə yönəlir? Arximed qüvvəsi ilə dayağın reaksiya qüvvəsi bərabərdir ağırlıq qüvvəsinə. Və bizə əvəzləyici qüvvəni tapanda bu cisim hal-hazırda aşağı batdığına görə, deməli ağırlıq qüvvəsi digər qüvvələrdən böyükdür. Onda yazıram F ağırlıq qüvvəsi çıxılsın üzərinə gəlsin N. Cisim tamamilə batdıqda üçün ağırlıq qüvvəsi daha böyükdür. Bir də təkrarlayıram. Cisim yerə daha batdığına görə ağırlıq qüvvəsi daha böyükdür. Sonra şəkildə taxta TC təsir edən qüvvələr təsvir olunub. Əvəzləyici qüvvənin qiymətini, istiqamətini tapın. Əvəzləyici qüvvəni diaqramda göstərin. Baxın, bir tircikdir. Sağ və sol tərəflərə diqqət eləsək, hər ikisi 15 Newtondur. Yəni, bu qüvvələrin əvəzləyicisini tapsaq 0-a bərabərlər. 15 Newton, 15 Newton getdi. Yuxarı 10, aşağı 25. Deməli, əvəzləyici qüvvə hansı böyükdür? Böyükdən kiçiyə çıxırıq. F əvəzləyici bərabərdir 25 Newton, çıxılsın 10 Newton. O da bərabərdir 15 Newton. Deməli, əvəzləyici qüvvə 15 Newtondur. Və bu əvəzləyici qüvvənin diaqramını göstərdir. Yalnızca aşağı 15 Newton. Sonra 8-ci sual. Maye daxilində aşağıya doğru hərəkətdə olan cisimə təsir edən qüvvələrin əvəzləyicisi 0-a bərabərdir. Ona təsir edən ağırlıq qüvvəsi 12 Newton, mayenin müqaviməti isə 4 Newton olarsa, Arximed qüvvəsini müəyyən edin. Əvəzləyici qüvvə bizə nə deyir burada? Deyir ki, əvəzləyici qüvvə 0-a bərabərdir. Bir dənə onu yazar əvvəlcə. Yazırıq. F əvəzləyici qüvvə bərabərdir 0. Və bizə şərtdə deyir ki, bu cisim aşağıya doğru hərəkət edir. Əvvəlcə bu cisimə hansı qüvvələr təsir edir? Bir dənə ona baxaq. Aşağıya doğru ağırlıq qüvvəsi. Maye daxilindədir. Yuxarıya doğru Arximed qüvvəsi. Uşaqlar, burada bir də deyək ki, müqavimət qüvvəsi. Müqavimət qüvvəsi hərəkətin əksinə yönəlir. Havada da müqavimət var. Məsəl üçün, maşınla sürətlə gedirsiniz, əlinizə aynadan çölə çıxarsınız, görürsünüz, əlinizə külək vurub. Küləyin müqavimət qüvvəsi. Əliniz ona qarşı durur, müqavimət qüvvəsi. Eyni zamanda suda da. Yəni, cisim suda hansı hərəkətdədirsə, həmin hərəkətin əksinə müqavimət qüvvəsidir. Deməli, bu cisim aşağı yönəldiyindən bizim müqavimət qüvvəmiz də, buna F müqavimət yazıram elə, müqavimət qüvvəsi də yuxarı yönəlir. Və bizə şərtdə nə deyirdi? Deyirdi, əvəzləyici 0-dır. Əvəzləyici 0 olması üçün yuxarı qüvvələrlə aşağı qüvvələr bərabər olmalıdır. Yəni, Arximed qüvvəsi ilə müqavimət qüvvəsinin cəmi ağırlıq qüvvəsinə bərabər olmalıdır. Yəni, bizə şərtdə onu deyir. İndi hər şeyimiz var, yerinə qoyaq, yazaq. Müqavimət cisimə təsir edən, baxın, müqavimət qüvvəsi 4 Newton. 4 Newton, üzərinə gəl. Ağırlıq qüvvəsi 12 Newton. Ağırlıq qüvvəsi 12 Newton, bərabər də 12 olmalıydı. Bizə Arximed qüvvəsini tap deyir. Bir dəqiqə. Arximed qüvvəsini, yaxşı tezdən yaz. Ağırlıq qüvvəsini, Arximed qüvvəsini bilmirəm, üzərinə gəlsin. Deməli, müqavimət qüvvəsi 4 Newton bərabərdir, ağırlıq qüvvəsi 12 Newton.
Onda Arximet qüvvəsi buradan edir 8 Newton. Bu qədər. 9-cu suala baxırıq. Cisim bir düz xətt üzrə eyni zamanda 3 qüvvə təsir edir. Həmin qüvvələrin qiyməti bu 27, 32, 45 olarsa, əvəzləyici qüvvənin ən böyük və ən kiçik qiymətini tapın. Bizə nə deyir? Bir düz xətt üzrə. Bir düz xətt üzrə ən böyük, yəni maksimum qiyməti bu şərtdə ola bilər ki, bu cisimlərin hər üçü eyni istiqamətə bir cismə təsir edər. Bu zaman bunu toplayarıq. Toplayaq bunları. Maksimum bərabərdir. Deməli, hər üçü eyni. 27, üzərinə gəl 32, üzərinə gəl 45. Bərabərdir 104 Newton. Maksimum 104 Newton ola bilər. Bəs minimum necə tapırıq? Minimumu bir düz xətt üzrə tapmaq üçün böyük hansı qüvvədir? 45 Newton. 45-i bir istiqamətə qoy. Ən böyüyünü bir istiqamətə qoy. Digər ikisini isə, qalanlarını isə digər istiqamətə 27 və buna 27 yazmalıyam. Qüvvə kiçik olanı. Burada 32. Bir də təkrar edim. Əgər ən minimumu bir düz xətt üzrə ən minimumu soruşarsa, bu zaman ən böyüyünü bir istiqamətə, digərləri isə digər istiqamətə qoyarıq. Bərabərdir. 32 ilə 27-nin cəmi edir 59. Deməli, onda minimum qiyməti 59 çıxılsın 45. Bu da eləyir 14 Newton. Deməli, ən minimum 14 Newton, ən maksimum 104 Newtona bərabər olar. Maksimumu tapanda sadəcə olaraq toplayırıq. Minimumu tapanda böyüyü bir tərəfə, digərlərini isə bir tərəfə qoyuruq. 10-cu suala baxırıq. Cismə bir düz xətt üzrə 2 qüvvə təsir edir. Həmin qüvvələrin birinin qiyməti 15 Newton. 2 qüvvə təsir edir, birinin qiyməti 15 Newton. Qüvvələrin qiymətindən asılı olaraq əvəzləyici qüvvənin ən böyük qiymətinin ən kiçik qiymətinə nisbətdir. Baxın, nə deyir bizə? Əvəzləyici qüvvənin ən böyük qiymətinin, yəni maksimumun minimuma nisbəti bizə verir ki, 3-ə bərabər olarsa, ikinci qüvvəni tapın. Baxaq, A bəndinə baxıram. Uşaqlar, maksimum qiyməti dedik, necə tapırıq? Bax, ən kiçik qiymətini 15 qəbul edirəm. Yəni, 2 dənə qüvvəmiz var. Biri F1, biri F2 olsun və bizə də deyək, ikinci qüvvəni tapın. Onda bunu sual oluram. Bunu bir dəfə 15 Newton ən kiçik götürəcəm. Bir dəfə ən böyüyü 15 olaraq götürəcəm. İndi A bəndində ən kiçiyi, yəni bax bu 15 ən kiçiyi olarsa yazıram. Maksimum necə tapırdıq? 15 üzərinə gəlsin F2-ni bilmirəm. Minimumu olanda nə olur? Bir-birindən çıxılır. Ən kiçiyi 15-dirsə, deməli böyüyü budur. Onda yazıram F2 çıxılsın 15. Bərabərdir 3-ə. B-də isə yazacağam. İkisini də yazım, sonra hesablayayım. B-də isə yazacağım. Qoy buradan yazım. B-də isə yazacağım. Deməli, yenə maksimum tapanda biz bilirik ki, toplayırıq. 15 üzərinə gəlsin F2. Ancaq bu dəfə böyük 15 olarsa, böyükdən kiçik çıxırıq əvəzləyicini tapanda. Onda yazıram 15 çıxılsın F2. Bərabərdir 3. Hər iki halda F2-ni tapaq. Çarpazı vuraq. A bəndindən söhbət edirəm. 15 üzərinə gəlsin F2 bərabərdir 3F2 çarpazı vururam. 3F2 çıxılsın 45. Edir 2F2 bərabərdir. Bunu da digər tərəfə keçirəndə edir 60. F2 bərabərdir 30 Newton. Bu A bəndi. B bəndinə baxaq. Yenə çarpazı vuraq. 15 üzərinə gəlsin F2 bərabərdir 45 çıxılsın 3F2. Bunu digər tərəfə keçirək. Bunu bu tərəfə keçirək. Olur 4F2 bərabərdir. 45-dən də 15 çıxanda edir 30. F2 bərabərdir
30 bölünsün 4, 7 dəfə 28, 7/5 Newton. Deməli görürük, ən böyük qiymətin, ən kiçik qiyməti 15 olduqda 30 Newton, böyük qüvvə 15 Newton olduqda onda kiçik qüvvəmiz 7/5 Newtona bərabərdir. Çətin deyil, sadəcə diqqət tələb edir. On birinci suala baxırıq. Cismə bir düz xətt üzrə biri digərindən 3 dəfə az olan iki qüvvə təsir edir. Əvəzləyici qüvvə 40 Newton olarsa, hər bir qüvvəni tapın. İki hala baxaq. Qüvvələr eyni istiqaməti olarsa, yazıram. Nə deyir bizə? A bəndini baxaq birinci. Qüvvələr biri digərindən 3 dəfə böyük. Bax, bir cisimdir deyirəm. Biri digərindən böyük, eyni istiqaməti. Yəni, birinə mən F desəm, digəri 3F olar. Və bunların əvəzləyici 40-a bərabərdir. Biz əvəzləyici qüvvəni eyni istiqaməti olanı nə edirdik? Toplayırdıq. F üzərinə gəlsin, 3F bərabərdir 4F. Və əvəzləyici qüvvə deyil, 40 olarsa. Deməli, 4F-imiz 40-a bərabərdirsə, onda F-imiz də ona bərabərdir. Hər bir qüvvəni tapın deyir, onda F-imiz 10, 3F-imiz isə 30-a bərabər olar. 30 Newton. B variantına baxaq. Qüvvələr əks yönəlib. Yenə bir cisimdir. Birinə 3F, birinə isə F deməliyəm. Yenə bir-birinin 3 dəfə çünki böyükdür. Və əvəzləyici qüvvə yenə 40-a bərabərdir. Əks olanda necə tapırdıq? 3F. Üç F çıxılsın F bərabərdir 40-a. Bu deyilir 2F bərabərdir 40. F də bərabərdir 20 Newton. Deməli, birində A bəndində aldıq 20 Newton. Dal gedək. 20 Newton və qüvvələri hələ tapmamışam. F-ə 20 dedik, onda 3F-imiz olar 60. Bu isə 20-yə bərabərdir. Deməli, qüvvələrdən A bəndində 10 və 30, B-də isə 20 və 60-a bərabər oldu. Newtonun birinci qanununa baxaq. Birinci qanun suallarına. Nə deyir bizə? Deyir ki, cismə başqa cisimlər təsir etmədikdə onun sükunət halını yaxud sürətinin qiymət və istiqamətinin saxlanılmasına ətalətlilik deyilir. Stəkanın ağzına şəkildəki kimi kağızın üzərinə isə qəpik qoyulur. Kağızı sürətlə çəkdikdə qəpik kağızla birlikdə hərəkət etmir. Stəkanın içərisinə düşür. Bunu izah edin. Uşaqlar, bunu izah etmək üçün, yəni mən şifahi belə deyim, biz bilirik ki, bir cisim hərəkət istiqamətini, sürətini dəyişmək üçün müəyyən bir zaman lazımdır. Newton birinci qanununa nə deyirdi? Cisim ətalətliyini qoruyur. Bu üzərindəki bu cisim haradadır? Bax, elə bu kağızın üzərində də təsəvvürünüzə gətirin buradadır. Mən bu kağızı çəkirəm, amma bu öz ətalətliyini qoruyur. Əvvəl hardaydı? Yenə də orada qalmaq istəyir. Burada olduğuna görə və bunun altında kağız gedir və bu düşür aşağıya. Yəni, bu cisim üzərindəki qəpik öz ətalətliyini qoruduğu üçün stəkanın içərisinə düşmüş olur. Üçüncü suala baxaq. Üçüncü sualda da uşaqlar eyni ilə deməli, üçüncü ipli rəqqasan kürəciyi kənara çəkib buraxdıqda o tarazlığa doğru hərəkət edir. Bax, buradakı cisimi kənara çəkdik. Buraxdıqda mərkəzə doğru hərəkət edir və burada qalmamasının səbəbi nədir? Biz bilirik ki, bura çəkdikdə müəyyən bir potensial enerjiyə malik olur. Bax, yüksəkliyə qalxdığına görə müəyyən bir potensial enerjiyə malik olur. Və bu cisim potensial enerjiyə malik olur və bunu əlimizdən buraxırıq.
Burada hal-hazırda bunun kinetiki yoxdur, sıfırdır, dayanıbdır. Əlimizlə buraxırıq, bu cisim gəlir. Gəlib bura çatanda artıq bunun bir sürəti yığır və bunu kinetik enerjisini potensial enerjiyə çevirir. Burada müəyyən bir enerjisi olduğundan bu cisim qala bilməz. Ona görə müəyyən bir sürət alıb yenidən tarazlıq vəziyyətinə çıxır. Və beləliklə bir-birini əvəz edənə kimi sürəti zəifləyənə qədər, bu kinetiki get-gedə azalana qədər, mərkəzdən keçənə qədər bu hərəkət davam edir və sonunda isə dayanır. Yəni yenə təkrar edirəm, enerji baxımından bu cisim burada dayana bilməzdir. Futbolçu topu vurduqda həmin anda topa qüvvə təsir edir. Ayaqdan ayrıldıqdan sonra topa hərəkət istiqamətində qüvvə təsir etmir. Yenə bu cisimə müəyyən bir qüvvə təsir edirik. Bu cisim sürət alır. Yəni sürət alır, yəni enerji alır. Həmin enerji sayəsində, kinetik enerjinin düsturunda mv kvadratı bölünsün ki, aşağı siniflərdən keçmişik. Müəyyən bir sürətə malik olduğundan bunun bir enerjisi var. Həmin enerji hesabına bu top müəyyən istiqamətdə hərəkət edər. Çəkici taxtaya möhkəm vurduqda onun dəmir hissəsi aşağıya doğru hərəkət edir. Bunun səbəbini necə izah edə bilərik? Biz cisimə müəyyən bir sürət veririk, aşağıya doğru hərəkət edirsə, bu dəmir hissəsi də bu taxta ilə eyni sürətə malik olur. Yəni möhkəm biz bunu vururuq. Bu cismi vurmasaq da bunu sürətə gətiririk. Bunu sürətə gətirdiyinə bu aşağıya doğru başlayır hərəkət etməyə. Biz bunu vurmuruq, taxtanı vururuq. Amma bu dəmir hissəsi taxta onun içərisində olduğuna görə taxta hərəkət etdiyindən, taxta bir sürət yığdığından bu cisim də sürət yığır və aşağıya doğru hərəkət etmiş olur. 6-cı suala baxaq. Xalçanı tozdan təmizləmək üçün onu çırpmaq lazımdır. Xalçaya hoppuş tozun ondan qopmasını necə baş verə bilər? Bax, bu da Newtonun birinci qanunu, ətalətli qanunudur. Bax, təsəvvürümüzə gətirək ki, bir xalçadır. Bax, bunu özüm qıraqda çəkirəm. Bir xalçadır və xalçanın üzərində çoxlu tozcuqlar var. Ona bitişik olan tozcuqlar. Mən bu xalçaya bir qüvvə təsir etdikdə, bu xalça yerini dəyişir, bu istiqamət olur. Amma tozcuqlar harda qalır? Ətalətliyini qoruyur. Eyni yerdə qalır. Eyni yerdə. Deməli, eyni yerdə qalır və havaya qarışır. Bir də təkrar edirəm. Tozcuqlar üzərindədir. Mən xalçaya vurdum. Bu xətt var, bu xətt gəldi bu istiqamətə. Xalça oldu burada, amma tozcuqlar hələ buralardadır. Və bunlar havayla təmas edir. Ətalətliyini qorudu. Beləliklə, xalçadan ayrılma baş verir. 7-ci suala baxırıq. Deyir ki, cismə qüvvə təsir etmədikdə və ya təsir edən qüvvələrin əvəzləyicisi sıfıra bərabər olduqda cisim ya sükunətdə qalar, yaxud da düz xətli bərabər sürətli hərəkət edər. Newtonun birinci qanunu. Deməli, cisim ya sükunətdə qalar, sükunətdə yəni tərpənməz, sükunətdə qalar, yaxud düz xətli bərabər sürətli hərəkət edər. Düz xətli bərabər sürətli hərəkət edər. Şəkildə kitab sükunətdədir. Ona təsir edən qüvvələrin əvəzləyicisini tapın. Bizə nə deyir? Sükunətdədir və əvəzləyici qüvvəni tap deyir. Sükunətdədirsə əvəzləyici qüvvə sıfıra bərabərdir. Əvəzləyici qüvvə sıfıra bərabərdir. Və biz burada şəkil üzərində göstərək. Bu cisim aşağıya doğru ağırlıq qüvvəsi və bu cisim müəyyən bir səth üzərində olduğundan bunun da reaksiya qüvvəsi bərabərdir. Reaksiya qüvvəsi var. Bu zaman əvəzləyici sıfıra bərabər olduğu üçün onda yaza bilərik ağırlıq qüvvəsi reaksiya qüvvəsinə bərabərdir. Ona görə əvəzləyici qüvvə sıfırdır və cisim sükunət halındadır. Baxaq. Yerin, bu da maraqlı suallardandır. Yerin təbii peyki olan ay, yer kürəsi ətrafında dairəvi orbit üzrə hərəkət edir. Bu da olsun ay və bunun ətrafında dairəvi orbit üzrə hərəkət edir. Ona təsir edən qüvvələrin əvəzləyicisini sıfır olmadığını əsaslandırır. Uşaqlar, əvəzləyici qüvvə
sıfır olmadığını əsaslandırın. Əvəzləyici qüvvə nədirsə, təcil də ona bərabərdir. Yəni sıfır deyilsə, deməli təcil də sıfır deyil. Biz də bilirik ki, əvəzləyici qüvvə, yəni təcilin sıfır. Yaxşı, bu bərabər sürətlə hərəkət etsə də, biz bilirik ki, çevrə üzrə mərkəzə qaçma bir təcil var. Yəni burada təcil olduğu üçün əvəzləyici qüvvə heç vaxt sıfıra bərabər olmaz. Təkrarlayıram. Bu hərəkətdə təcil olduğu üçün biz bilirik ki, bərabər sürətli hərəkətdə deyirik təcil sıfırdır. Ancaq hansı hərəkətdə? Düz xətli bərabər sürətli hərəkətdə təcil sıfıra bərabərdir. Ancaq burada orbit üzrə bir dairəvi orbit üzrədən söhbət gedirsə, artıq burada bir təcil var, mərkəzə qaçma təcil və burada təcil sıfırdan fərqli olduğundan onda deyə bilərik ki, əvəzləyici qüvvə sıfır deyil. 10-cu suala baxırıq. Nə deyir? Şəkildə maye daxilində cismə təsir edən ağırlıq qüvvəsi və Arximed qüvvəsi ilə müqavimət qüvvəsinin cəmi göstərilmişdir. Bu halda Newtonun birinci qanunu ödənirmi? Biz nə demişik? Newtonun birinci qanununa əsasən cisim ya sükunətdə qalmalıdır, yəni cisim ya sükunətdə qalmalıdır, sürəti sıfır olmalıdır, ya da düz xətli bərabər sürətlə hərəkət etməlidir. Burada isə əvəzləyici qüvvə aşağı yönəlib, yəni qüvvəmiz var. Biz deyirik ya qüvvə olmasın, ya da bərabər sürət, ya qüvvə olmasın, yəni təcilimiz sıfıra bərabər olsun. Və yaxud da əvəzləyici qüvvəmiz sıfır olsun və yaxud da cisim sıfır sükunətdə qalsın. Bu zaman Newtonun birinci qanunu ödəyir. Ancaq burada isə, baxın, əvəzləyici qüvvəni tapsaq, aşağıda böyükdə 45 çıxılsın 25, bərabərdir 20 Newton. Yəni artıq əvəzləyici qüvvə varsa, biz Newtonun birinci qanununu danışa bilmərik. Çünki bu cisim aşağıya doğru hərəkət edər və müəyyən bir təcillə hərəkət edər. Aşağıya doğru müəyyən bir Newton qüvvə təsir edir, aşağıya doğru hərəkət edir. Bu zaman deyə bilərik ki, Newtonun birinci qanunu ödənmir. Ödənməsi üçün əvəzləyici qüvvənin sıfır olması olmalıydı. Əvəzləyici qüvvə sıfır olmalıydı. Şəkildə cismə qiyməti və istiqaməti eyni olan iki qüvvə təsir edir. Üçüncü qüvvənin qiymət və istiqaməti necə olmalıdır ki, həmin cisim üçün Newtonun birinci qanunu ödənsin. Uşaqlar, biz buna F1, F2 deyək. Gəlin, F1 və F2 deyək. Biz nə dedik? Newtonun birinci qanunu, əvəzləyici qüvvə nə olmalıdır? Sıfır olmalıdır ki, birinci qanunu ödəsin. Mən üçüncü qüvvəni bu istiqamətə yönəlsəm, mümkün deyil ki, bu sıfıra bərabər olsun. Çünki hər üçünü toplamalıyım. Deməli, bu üçüncü qüvvə əksinə olmalıdır və F3 və elə bir qiymət almalıdır ki, F3 F1 ilə F2-nin cəminə bərabər olsun ki, bunlar bir-birindən çıxanda əvəzləyici qüvvə sıfıra bərabər olsun. Yəni, F3 qüvvəsi çıxılsın digər ikisinin cəmi, F1 üzərinə gəlsin F2 bərabərdir. F1-dən F2-nin yerinə nədir? F3. Onda olur F3 çıxılsın F3. O da bərabərdir 0. Bax, bunun yerinə bunu qoydum. Bu da bərabər 0. Bu zaman deyərik ki, Newtonun birinci qanunu ödənir. Mühərriki işləməyən avtomobili trosla digər avtomobilə qoşulur və hərəkətin başlanğıcında avtomobilin sürəti tədricən artır. Dartı zamanı avtomobilin sürətinin birdən-birə deyil, tədricən artmasına səbəb nədir? Uşaqlar, bunu belə bir misal göstərək. Bax, təsəvvürünüzə gətirin bir maşındır, heç bunu dartmır, bunu insanlar itələyir. Bu nə zamana qədər? Əvvəlcə böyük bir qüvvə ilə itələyirlər. Belə deyim, əvvəl 5 nəfər itələyir, sonra da görürsünüz 1 nəfər də itələyə bilir artıq. Niyə? Çünki buradakı yaranan sürtünmə qüvvəsinə qalib gəlməlidir bu cisim. Hər hansı bunun bir sürtünmə qüvvəsi var. O sürtünmə qüvvəsinin qiymətinə çatana qədər yavaş gedir. Məsəl üçün, deyək ki, sürtünmə qüvvəsi bərabərdir 9 Newton. Bu cisim dartır 9 Newtona qədər. Dartır, ona görə yavaş-yavaş hərəkət edir. 9 Newtonu keçdikdən sonra başlayır sürətlənməyə. Adi, bax, yenə deyirəm, bir arabacıqdır, onu itələməyə çalışır. Görürsünüz, bir nəfər onu itələyə bilmir. 5 nəfər yığılır, onu itələməyə başlayır. İtələyib, artıq bu bir sürət alandan sonra
Hər hansı bir sürət alandan sonra bir insanlar əlini çəkib 2 nəfər də onu itələyə bilər. Yəni artıq sürtünmə qüvvəsindən böyük bir qüvvə ilə onu itələyirlər. Bunun üçün yəni birdən birə arta bilməz onun sürəti. Baxaq, avtomobilin hərəkəti üçün Newtonun birinci qanunu ödənərsə, onun sürətinin zamandan asılı qrafikini qurun. Newtonun birinci qanunu ödənərsə, yəni bu cisim artıq bir sürət alıb. Sürət alıbsa biz dedik nə? Cisim ya sükunətdə qalmalıdır. Bu cisim sükunətdə deyil, artıq bunu dartıb maşın hərəkətə gətirib və yaxud da sabit olmalıdır, sabit. Bu zaman V-nin T-dən asılı qrafiki sabitdə, yəni dəyişmir. V-T-dən asılı deyil. Müəyyən zaman fasiləsində eyni qiymətlər alır. Bir təkrarlayıram. 2 şərt ödənməlidir. Ya deyir, sürətimiz 0 olsun. 0 oldu da burada olmalıydı. Və yaxud da bərabər sürətlə hərəkət etsin. 14-cü sualın izahına baxaq. Avtomobilin sürəti 10 metr bölünsün saniyədir. Onun hərəkətinin Newtonun birinci qanuna tabi olduğunu nəzərə alaraq 5 dəqiqə ərzində getdiyi yolu və yerdəyişməni tapın. Bizə nə deyir? Deyir ki, Newtonun birinci qanuna nəzərə alaraq. Deməli, bu cisim Newtonun birinci qanunu deyirsə, deməli, bu elə 10 metr bölünsün saniyə sürətlə hərəkət edəcək. Sabit sürətlə hərəkət edir və bunun yolu da yer dəyişməyə bərabər olacaq. Çünki düz xətli bərabər sürətlə hərəkətdən söhbət gedir. Bu zaman L bərabərdir və yaxud da S bərabərdir VT düsturundan istifadə edə bilərik. 10 vurulsun, 5 dəqiqə deyir, bunu saniyə çevirək. 5 vurulsun 60 bərabərdir 3000 metr, bu da edir 3 kilometr. Bu qədər. Niyə mən yolu yer dəyişməyə bərabər elədim? Newtonun birinci qanunu deyir. Newtonun birinci qanununda şərt nə idi? Cisim ya sükunətdə qalmalıdır. Görürüm sükunət deyil, bunun bir sürəti var. Bu zaman ikinci şərti olmalıdır. Bərabər sürətlə hərəkət etməlidir. Bərabər sürətlə hərəkət etməlidir. Düz xəttdə bərabər sürət var. Çevrə üzrə hərəkətdə təcil var, təcil. Bu zaman bu Newtonun birinci qanunu ödənmir. 15-ci suala baxırıq. Cismə təsir edən qüvvələrin əvəzləyicisi 0-a bərabərdirsə, onun sükunətdə olduğunu demək olarmı? Yaza bilərik. Əgər cisim əvvəldən sükunətdədirsə, bax, Newtonun birinci qanuna deyir ki, yəni bir cisim bir qüvvə təsir edirsə, bu düzxətli bərabər sürətlə hərəkət edirik deyirik. Əgər əvvəl də düzxətli bərabər sürətlə hərəkət edirsə, o olduğu kimi qalar. Yox, əvvəlki sürəti sükunətdədirsə, o sükunətdə də qalar. Onda onu açıqlamasına belə yazaq. Əgər cisim əvvəl sükunət halındaydırsa, sükunət halında olarsa, qüvvələrin əvəzləyicisi 0-a bərabərdirsə, qüvvələrin əvəzləyicisi 0-a bərabərdirsə, bəli, yenə də həmin cisim öz halında, yəni sükunət halında qalar. Öz halında, yəni sükunətdə qalar. Yox, burada desəydik ki, əgər cisim düzxətli bərabər sürətlə hərəkət edirsə və əvəzləyici qüvvə 0-a bərabər olarsa, o cisim yenə də düzxətli bərabər sürətlə hərəkət etmiş olar. Newtonun ikinci qanuna gəldik. Deyir ki, cisim ona təsir edən əvəzləyici cismin təcil yazarsınız siz, təcili. Ona təsir edən qüvvə ilə düz, kütlə ilə tərs asılıdır.
Yəni cismin təcili qüvvə ilə düz, kütlə ilə tərs asılır. Newtonun ikinci qanunu. Cismin kütləsini və ona təsir edən qüvvəni 2 dəfə artırsaq, baxaq elə yazdığımıza. Deməli, deyir ki, təcil bərabərdir qüvvə bölünsün kütlə. Cismin kütləsini və təsir qüvvəsini 2 dəfə artırsaq, kütləni də 2 dəfə artır, qüvvəni də 2 dəfə artır. Biz bilirik ki, cismin sürət və məxrəcini eyni bir ədədə vursaq, bölsək, qiymət dəyişmir. Baxın, m-i də 2 dəfə artır, bunu da 2 dəfə artır. O zaman təcil dəyişməz, əvvəlki qiymətinə qalar. Yəni, yenə f bölünsün m halında qalar. Təcili necə dəyişər? Dəyişməz. Təcili yenə tap deyir. Təcil bərabərdir qüvvə bölünsün kütlə. Qüvvəmiz 15 bölünsün 10. O da bərabər 1/5 metr bölünsün saniyənin kvadratı. Yenə təcili soruşur 4-cü sualda. Təcil bərabərdir. Əvəzləyici qüvvə bölünsün sistemin kütləsi. M sistem yazıram bura. Çünki elə ola bilər ki, burada yükü 5 kiloqram verib, amma elə misallar ola bilər ki, arabanın yükünü də verir. Ona görə sistemin kütləsi, hər ikisinin yükünün cəmini taparıq. O zaman əvəzləyici qüvvəyə baxsaq, 16 qüvvə ilə 16 bir-birinə əksdə gedir. Qalır bir dənə əvəzləyici qüvvəmiz 20. Kütləmiz isə 5 kiloqram. Bərabərdir cavab 4 metr bölünsün saniyənin kvadratı. 5-ci suala baxırıq. Cismə təsir edən qüvvələrin əvəzləyici 0 olarsa, o necə hərəkət edər? Cavabınızı əsaslandırın. Biz dedik ki, cismə təsir edən qüvvələrin əvəzləyicisi 0-a bərabər olarsa, bu cisim ya sükunətdə, ya da düz xətli bərabər sürətli hərəkət edər. Əvəzləyici qüvvə 0 olarsa, cisim bərabər. Yəni, əvəzləyici qüvvənin 0 olması təcilin 0 olmasıdır. Təcil də 0 o demək halda olar ki, cisim bərabər sürətlə hərəkət etdikdə. 6-cı suala baxıram. Nə deyir bizə? Deyir ki, şəkildə təsvir olunmuş arabaya ip vasitəsilə F qüvvəsi tətbiq edilir. Arabadakı yükün kütləsi arabanın kütləsindən 4 dəfə çoxdur. Diqqətli olaq. Arabanın kütləsi yükün kütləsindən, arabadakı yükün kütləsi arabadan 4 dəfə çoxdur. Yəni, arabanın kütləsinə mən bir m desəm, onda yükün kütləsi 4 m olar. Çünki 4 dəfə çoxdur deyil. Yükün kütləsini 2 dəfə artırsaq, deməli, yükün kütləsi 4 m idi. 2 dəfə artıb nə olacaq? 8 m. A bəndinə baxaq. Arabanın əvvəlki təcillə hərəkət etməsi üçün ona təsir edən qüvvə neçə dəfə artmalıdır? Əvvəlcə əvvəlki təcil dediyinə görə gəlin bir əvvəlki təcilə baxaq görək əvvəlki təcil nədir? A bəndini yazaq. Əvvəlki təcil. Təcil bərabərdir. Qüvvə bölsün. Qüvvə insan buna bir F deyək uşaqlar. Əvvəlki qüvvə F1 olsunlar. Bu da A1 olsun. F1 bölünsün. Əvvəl yüküm neçə idi? 4m, bir də m. Edir 5m. Bu əvvəlki təcilmizdir. Sonra deyir, yükü 2 dəfə artırıblar. A2 bərabərdir. Arabacı əvvəlki təcillə hərəkət etmək üçün A2 bərabərdir. Ona hansı qüvvə neçə dəfə artırmalıdır? F2 bilmirəm. Artıq bu dəfə 8m və m-i götürür. Yəni 9m. 9m-ə bərabərdir. Baxaq. F2-ni soruşur bizdən. Bizdən F2-ni soruşur. Bir dəqiqə. Bizə nə deyirdi şərtdə? Deyirdi ki, əvvəlki təcillə hərəkət etmək üçün. Yəni A1 və A2-ni bərabər götürək. Əvvəlki təcil, yəni A2-nin yerinə A1. A1-imiz də nədir? F1 bölünsün 5m. Bax, A2-nin yerinə bunu yazdım. Bərabərdir.
F2 bölünsün 9m. Hər tərəfdən m'lər gedər. Bizdən F2-ni soruşurdu ki, F2 neçə dəfə artmalıdır? F2 bərabərdir. F2 bərabərdir 5-də 9 F-ə və yaxud da 1,8 F-ə. Yəni biz buna bir F, F1 yox, F desək, deməli əvvəlki F idi, indi 1,8 F oldu. Neçə dəfə artmalıdır? 1,8 dəfə artmalıdır. Bu A bəndi. İndi B bəndinə baxaq. B bəndinə baxaq. Arabaya əvvəlki qüvvə təsir edərsə onun təcilini tapın. Baxaq. Təcilini A2 bərabərdir. Əvvəlki qüvvə nə idi? Elə eyni insanda da F qüvvəsi də artır. 8m 2 dəfə artıb 8m olmuşdu. Kütlə də m olmuşdu. Neçə eləyir? 9m. İndi baxaq. A1 bölünsün A2. Təcili necə dəyişər deyir. A1'imiz əvvəlki halı necə idi? F bölünsün 4m idi də 4m eləyir 5m. Amma indiki halı F bölünsün 9m bərabərdir. F'mlər gedir. F'mlər hər tərəfdən gedir. 9 qalxır yuxarı. 9 bölünsün 5 bərabərdir 1,8. Bizə nə deyir? Onun təcili necə dəyişir? Yəni A2'ni tap deyir. A2 bərabərdir. Çarpaz vuranda 1,8 A1'ə. Yəni əvvəlki halından 1,8 dəfə azdır. Deməli qüvvəmizi A bəndində tapdıq ki 1,8 dəfə çoxdur. B-də isə tapdıq ki 1,8 dəfə azdır. Cismin təcilini soruşur. Əvvəlcə qramdır. Bunu kiloqrama çevirək. 1 kiloqramımız 1000 qramdırsa onda 0,1000-də 1 kiloqrama bərabərdir qramımız. Yazırıq. Təcilini soruşur. Təcil bərabərdir. Qüvvəmiz 1 bölünsün 0,1000-də 1. O da bərabərdir. 1'i 0,1000-də buranda edir 1000. Vahidi metr bölünsün saniyənin kvadratı. Sükunətdə olan cisim üçün Newtonun ikinci qanununu yazaraq birinci qanunu izah edin. Newtonun ikinci qanunu nə idi? Biz dedik ki, təcil qüvvə ilə düz kütlə ilə tərs mütənasib. Buradan da yenidən tapırıq ki, F bərabərdir MA-ya. Sükunətdə olduğunu deyirsə bizə, yəni sürəti 0. Sürəti 0-sa onda təcili də 0 olar. Biz bilirik ki, təcil sürət dəyişməsinə bərabərdir. Sürətim dəyişməyibsə təcilim 0-dır. Onda bərabərdir. Kütləmi mən 0-a vursam, onda qüvvəmi nə alıram? 0. Biz də deyirik ki, cisim Newtonun birinci qanunu nə dedik? Newtonun birinci qanununda ya cisim sükunətdə olmalıdır, ya da düz xətli bərabər sürətlə hərəkət etməlidir. Yəni təcil 0-a bərabərdir. Həqiqətən də təcil və qüvvə 0-a bərabər olduğundan Newton birinci qanunu ödəyir. 9-cu sual. Avtomobilin düz xətli bərabər sürətlə hərəkət edir. Bax, yenə düz xətli bərabər sürətlə hərəkət edir. Newtonun birinci və ikinci qanunlarına əsasən təcilin 0 olduğunu göstər. Biz nə dedik? Deyir ki, avtomobil düz xətli bərabər sürətlə hərəkət edir. Bu cisim V sürəti ilə bərabər sürətlə hərəkət edir. Və deyir, təcili 0 olduğunu göstərim. Bir müəyyən müddətdən sonra, yəni konstantdır da, təcilimiz sürət dəyişməsinin zamana nisbətinə bərabərdir. Sürətim də V2 çıxılsın V1 bölünsün T. Bu, bərabər sürətlə hərəkət etdiyinə görə, bunun zaman keçdikcə sürəti dəyişmir, bərabər qalır. Elə V olaraq qalır. Başlanğıcda V-dir, sonu da V-dir. Bölünsün T. Sürətimiz olur 0, deməli təcilimiz 0-a bərabər olur. Qüvvələrin əvəzləyicini tap. F bərabərdir MA-ya. O da bərabərdir 5 vurulsun 2 bərabərdir 10 Newton. 11-ci suala baxırıq. F qüvvəsi təsir edən cisim A təcili ilə hərəkət edir. Onun kütləsini 3 dəfə artırsaq, əvvəlki təcillə hərəkət etməsi üçün qüvvə necə dəyişməlidir?
bizə nə deyir? Onun kütləsini 3 dəfə artırsaq, yəni M2 bərabərdir 3 dəfə deyir. 3M1. 3 kiloqram artırsaq desə, M1 üzərinə 3 gələrik. Sonra nə dedi? F qüvvəsi ilə təsir edəndə A təcili alır. Və əvvəlki təcillə hərəkət etməsi üçün F bərabərdir MA yazırıq. Əvvəlki təcildə isə təcil sabitdirsə, onda kütlə ilə qüvvə düz asılıdır. Yazıram. F1 bölünsün F2 bərabərdir. Düz asılı olduğuna görə M1 bölünsün M2. F1'imizin yerinə yazırıq F. Çünki bizə verib ki, əvvəl F'dir. Bölünsün F2'ni tapırıq, bilmirik. M1'imizə yerinə yazırıq M1. M2'ni yerinə yazıram 3M1. M1'lər hər tərəfdən gedir. Onda F2 də bərabərdir 3F. Yəni, necə dəyişməlidir qüvvə? 3 dəfə artmalıdır. Hasil şəklində tapdıqsa 3 dəfə artmalıdır. 12-ci suala baxaq. Nə deyir? Sükunət vəziyyətindən hərəkətə başlayan. Nə deyir? Sükunət vəziyyətindən hərəkətə başlayan. Başlanğıcı sürət 0. 10 kiloqram kütləli cismin sürəti 20 saniyə sonra 15 olmuşdur. 20 saniyə sonra 15 olmuşdur. Onun təcilli və qüvvəsinin əvəzləyici qüvvəni tapın. Təcil nəyə bərabərdir? Sürət dəyişməsinin zamana nisbəti. Sürət dəyişməsi 20 saniyədə nə qədər dəyişib sürəti? Elə 15 dəyişib. Bərabərdir. Hər tərəfə 5'ə bölək. 4'də 3. Yəni 0,75 elə 4'də 3 saxlayıq. Metr bölünsün saniyənin kvadratı. Qüvvə də biz bilirik ki, əvəzləyici qüvvə MA-ya bərabərdir. A-mız neçə? M-imiz, kütləmiz 10'dur. Vurulsun 0,75. O da bərabərdir 7,5 Newton. Sonra sonuncu 13-cü suala baxıram. F qüvvəsi təsir edən 5 kiloqram kütləli cisim A təcillə hərəkət edir. Ona təsir edən qüvvəni 20 Newton artırdıqda. Deməli, yazıram. Nə deyir? Ona qüvvəni 20 Newton artırdıqda. F2 bərabərdir. Əvvəlki F'dir. Əvvəlkinə F deyib. Üzərinə gəlsin 20. Təcili də 2 dəfə artır. A2 bərabərdir. Təcillə nə deyibdi əvvəl? A-dır. 2 dəfə artıb 2A. Qüvvənin və təcilinin başlanğıc qiymətini soruşur. Bizə kütlədən haqqında məlumat vermir. Yəni, kütlə olduğu kimi qalır. M1 bərabərdir. M2 halda qalır. Onda kütlə sabitdirsə, kütlə bərabərdirsə, qüvvə təcillə düz asılıdır. Yazıram. F1 bölünsün F2 bərabərdir. M1 bölünsün M2. F1'imə nə deyib? F. F2'mə nə dedik? Nətər oldu? F üstə gəlinsin 20. Bərabərdir. M1'im, M1 yazmışam. M1 bərabərdir. Uşaqlar təcillə düz asılı. Təcil. Təcil baxın. F bərabərdir. MA. Kütlə sabitsə təcillə düz asılıdır. A1'imizə verib A. A2'ni də yerinə yazıram. 2A. Təcillər gedir. Olur. F üzərinə gəlinsin. 20 yenə çarçarpaz vuruq. Bərabərdir 2F. Bu zaman F də bərabərdir 20 Newton. Deməli, aldıq ki, qüvvənin başlanğıcına F demişik. O da 20 Newtona bərabərdir. İndi gəlin, nəyi tapaq? Təcili tapaq. Bizə baxın, birinci halda kütlənin neçə vermişdi? 5. Onu da yazıram. Təcili tapmaq üçün A bərabərdir. F bölünsün M-ə. F'i tapdım ki 20 Newton. Kütləm də 5 kiloqram. Bu zaman təcilim 4 metr bölünsün saniyənin kvadratı. On dördüncü suala baxıram. Şəkildə təsvir olunmuş cisim 2 qüvvə təsir edir. Onun təcilinin qiymətini və istiqamətini tapın. Təcil ilə yadımızda saxlayaq. Qüvvə sanki bacı qardaşdır.
Qüvvə hansı istiqamətə yönəlirsə, təcil də həmin istiqamətə yönəlir. Baxaq qüvvə əvvəlcə hansı istiqamətə, yəni əvəzləyici qüvvəni tapaq. Əvəzləyici qüvvəni tapmaq üçün böyük qüvvədən kiçik qüvvəni çıxırıq. 20 Newton çıxılsın 15 Newton. O dedir 5 Newton və hansı istiqamətə? Sol tərəfə, böyük olan tərəfə. İstiqamətini tapdıq. İndi isə təcili tapaq və qüvvə bu istiqamətsə, deməli təcil də elə bu istiqamətə yönəlmiş olar. Qüvvə ilə eyni. Çünki dedik, bunlar bacı qardaşdır. Sonra təcilin qiymətini tapmaq üçün əvəzləyici qüvvəni kütləyə bölürük. Əvəzləyici qüvvəni tapdım ki 5 və mənim kütləmi də verib 2. Bu zaman təcil 2,5 metr bölünsün saniyənin kvadratı. Uşaqlar, bizə belə bir sual verir bilər ki, bu cisim necə hərəkət edər? Fikir verərik. Sürəti və təcili. Sürəti, təcili əksdirsə, bu cisim yavaşlayan hərəkət edər. Bu cisim yavaşlayan hərəkət etmiş olar. 15-ci suala baxaq. Kütləsi 1200 kiloqram olan avtomobil sükunət vəziyyətinin hərəkətə başladıqdan 40 saniyə sonra 40 metr bölünsün saniyə sürətlə edir. Avtomobilin təcilini və ona təsir edən əvəzləyici qüvvəni tapın. Təcili biz bilirik ki, sürət dəyişməsinin yenə zamana nisbətidir. 40 saniyədə 0-dan 40-a gəlib, yəni ilə 40 artıb. O da bərabərdir 1 metr bölünsün saniyənin kvadratı. Və əvəzləyici qüvvədir. F də bərabərdir MA-ya. O da bərabərdir M-imiz 1200 vurulsun. Biz təcilimizi də tapdıq 1. O deyir 1200 Newton və yaxud da 1000-ə böləndə uşaqlar 1,2 kilo Newton deyə bilərik. 16-cı suala baxırıq. Başlanğıc sürəti 20 metr bölünsün saniyə. Kütləsi 1000 kiloqram olan avtomobilə təsir edən qüvvələrin əvəzləyicisi 2400-dür. 10 saniyə sonra sürətini nə qədər olar? Başlanğıc sürəti 20-dir. Kütləsi dəqiqə. Təcili tapaq uşaqlar əvvəlcə. Əvəzləyici qüvvə var, kütlə var. Onda təcil bərabərdir əvəzləyici qüvvənin kütləyə nisbəti bərabərdir. Əvəzləyici qüvvəmiz deyir 2400 bölünsün kütləmiz 1000 kiloqram. Bu da edir 2,4 təcilimiz. 10 saniyə sonra avtomobilin sürətini deyir uşaqlar. V bərabərdir. Başlanğıcdan bir qüvvə təsir edəcək, bu cisim yeyinləşən hərəkət edər. V bərabərdir V0 üzərinə gəlsin AT. O dedir V bərabərdir son sürəti tapmaq düsturu. Başlanğıc sürətimiz 20 üzərinə gəlsin. A-mızı neçə tapdıq? 2,4. Neçə saniyə deyir? 10 saniyə sonra deyir. Vuralsın 10. O da bərabərdir. 24 üstə gələk 20. Cavab 44 metr bölünsün saniyə. 17-ci suala baxaq. Başlanğıc sürəti 15, kütləsi 900 kiloqram olan elektrik avtomobili 30 saniyədən sonra dayanır. Artıq bu cisim yavaşlayan hərəkət edir. Əvəzləyici qüvvəni tapın. 30 saniyədən sonra dayanır. Təcilimiz bərabərdir. Yəni son sürətimiz, başlanğıc sürətimiz 15 dəyişir. 15 bölünsün. Neçə saniyə? 30 saniyə. 15-i 30-a böləndə edir 0,2. Əvəzləyici qüvvə F bərabərdir. Nə dedik? MA. Təcilimiz, kütləmiz 900. Vurulsun 0,2. Belə də yazaq. Uşaqlar 0,2 mi edir? 0,5 etməlidir. 2-də 1. 0,5 edirik. 2 yazmışım. Yəni 2-də 1. O da bərabərdir 450 Newton. Nəhayət sonuncu suala baxırıq. Başlanğıc sürəti 9,6, kütləsi isə 80 kiloqram olan motosikletçi 1,2 metr bölünsün saniyə təcillə yavaşlayan hərəkət edir. Verilənlərə əsasən aşağıdakı sualı tapın. Velosipedçi neçə saniyədən sonra dayanar?
Biz baxırıq nələrimiz verilib. Neçə saniyə sonra dayanar deyir uşaqlar. V bərabərdir. V0 yavaşlayan dediyinə görə çıxılsın. AT. Baxın, başlanğıc sürəti var. Neçə saniyə sonra dayanar. Yəni, bax, bu sürətin deyir, neçə saniyə sonra 0 olar. Bu zaman V0 bərabərdir. AT alarıq. Zamanı soruşur bizdən. Təcilimiz neçədir? A bölünsün V0 bərabərdir. Buna tormuz yolu da deyilir. Tormuz zamanı nə dedik? Sürətimiz 9,6 bölünsün 1,2. Vergüllər azad edir. 8 saniyə. Sonra dayanar. B. Motosikletə təsir edən qüvvənin qiyməti nəyə bərabərdir? Qüvvənin qiyməti F bərabərdir M A-ya. M-imiz 80 kiloqram. Vurulsun. 10'da 12 yazaq, ixtisarlar eləyək. 1,2, 10'da 12'dir də, bəli. Bu da bərabərdir. 96 midir? 96 Newton. Bu qüvvə hansı qüvvə ola bilər? Bu qüvvə 96 Newton qüvvə ola bilər. Bu qədər uşaqlar. Diqqətli baxaq. Sağ olun.